Sual ki, səbəb nəticədən söhbət. Birinci səbəb. Sınır körpü döyüşündə səbəblərin qalib gəlməsi. Bu 1618-ci ildə. Nəticəsində Bağdad, Mosul, Kərbəla, Nəcəf də daxil olmaqla bütün İraq sərhəd dövlətini birləşdirir. Bu yanlışlığın əlaqəsi yoxdur. Çünki bu 17-ci 20-ci illərindədir. Sonra ikinci sual. Ordubad əhalisinin üsyan qaldıraraq şəhəri Osmanlılardan azad etməsi nəticəsində Şah 1-ci Abbas Ordubad əhalisini vergiden azad edir. Bu da düz variant. Bunu düz götürəcək. Deməli, ikini yazdı. Deyəcək. 1639-cu ildə Qəsr Şirinsu'nun imzalanması nəticəsində Amasya sözünün şərtləri bərpa edilir. Bəli, bu da düz variantdır. 200. Bu da düz götürülür. 1605-ci ildə Səfəvilər üsyan aldığı döyüşdə qalib gəlməsi nəticəsində Osmanlı və Səfəvi dövlətləri arasında Mərəv sülhü bağlandı. Bu yanlışdır. Niyə? Bu neçənci ilə baş verir? 1605. Bu neçənci ilə? 1618. Bunun əlaqəsi bununla ola bilərdi. Ona görə də bu da yanlış variantdır. 200. 200 variantlarında D variantı. Əhsən sənə valla.